Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve selleme. Salaten ve selamen daimeyn mutelazimeyn ila yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'ni ve zidni ilme. Sonra Şeyh Rahimahullah Buxari yeni bir bab açır. Babu mübaşiratil haid. Heyzli qadına toxunmaq. Heyzli qadına toxunmaq. Aşağıdan gələn hədisdə deyir ki, kuntu əxtasilu ənə və nəbiyyü sallallahu aleyhi və səlləm min inəy vahidin. Kilənə cunubun. Deyir ki, hər ikimiz də qusul olan vaxtı, yəni cunub olan vaxtı bir qabdan çimirdik. Bir qabdan çimirdik. Buna yaxın hədislər gətirir də, Şeyh Buxari Rahiməhullah. Başqa bir hədisdə gəlir ki, Kənə yəmuruni fəttəziru fəyübəşiruni və nəhəid. Aşağıdan deyir ki, heyz olduğum halda mənə bağlanmağı əmr edərdi parçayla, nəsə bir şeylə və yaxınlaşırdı. Bunlar hamısı geniş şəkildə gələcəkdir. Başqa bir hədisdə gəlir ki, yenə biz qadınlardan, aşağıdan deyir ki, qadınlardan birinizdən biri heyz olduğu halda və Allah Resulü sallallahu aleyhi ve sellem yaxınlaşmaq istədiyi halda bizə bağlanmağı əmr edərdi. Bağlanmağımızı əmr edərdi. Fəvri dedikdə istəyir heyzin orta vaxtı olsun, istəyir gür olan vaxtı olsun. Və sonra aşağı radiyallahu anh gətirir ki, وَاَيُّكُمْ يَمْلِكُ اِرْبَهِ كَمَا كَانَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem يَمْلِكُ اِرْبَهِ. Sizdən hansınız öz nəfsini, Peyğəmbər sallallahu aleyhi ve sellem öz nəfsini saxladığı kimi saxlaya bilər. Yəni, məsələ çox çətindir də. Yəni, çox çətindir. Sonra gəlir başqa bir hədisdə, Meymunə radiyallahu anh deyir ki, Kənə Rasulullah sallallahu aleyhi ve sellem İzə əradə ən yübəşirə imraətən min nisaihi əmərəhə fəttəzərat və hiyə haid. Deyir ki, qadınlarından, Meymunə radiyallahu anh hədisi deyir ki, qadınlarından hər hansı birinə yaxınlaşmaq istədiyi halda heyz olan vaxtı və əmr edərdi ki, parça ilə nədir? Bağlansın. Mübaşiratul haidil caizə. Yəni, heyzli halda qadına, bax, bunlar hamısı açıqlanacaq, yaxınlaşmaq icazə olan hal necədir? وَلَوْ كَانَتْ فِي فَوْرُ حَيْدِهَا أَوْ فِي وَسَطِهَا. İstəyir gür hal olsun, istəyir şiddətli hal olsun. لَكِنَ يَنْبَغِي الْإِنْسَانَ أَنْ يَأْمُرَهَا فِي أَيْ حَائِدٍ فَتَتَّزِرَ لِأَلَّا يَرَى مِنْهَا مَا يَكْرَهُ. Və deyir, o halda vacibdir ki, ona bağlanmağı əmr etsin. Çünki deyir, ondan deyir, qanı görər və onunla deyir, ikrah olar, deysinlər. Və deyir, hansı halda olur? O halda onu bağlandıqda daxil etmək haramdır. Bizə şəriətdə gəlib, heyzli halda qadına yaxınlaşmaq haramdır. Lakin burada qəsd nədir? Yaxınlıq etmədən başqa hər hansı bir şey icazəlidir. Aydındır, hər hansı bir şey orada icazəlidir. Və əmr edir ona ki, bağlansın və sonra ona yaxınlıq edə bilər. Ən təttəzirə həttə yübəşə və ləv yərə məhilləl ədə. Alə ənə yənbəğli insəni ən yətəcənnəbətdilə alə avrət əxi. Yəni, deyir ki, burada gətirir ki, şeyh,
Dinimiz açıq aydındır. Bunlar yəni demək, dinimizdir, dinimizi öyrənmək nədir? Vacibdir ki, halal haramı bilək. Əgər qadın heyzlisə də, heyzin əvvəli vaxtı olur, orta vaxtı olur və bir də şiddətli vaxtı olur son vaxtlarda. Əvvəl vaxtı qan az olur. Yavaş-yavaş başlayır. Orta vaxtı olur və bir də ağır vaxtlara sona yaxın. Ki, artıq bir neçə gün qalıb qan dayanmadan nədir? Çıxır. O hallarda belə, yəni əgər insandır öz yoldaşına yaxınlaşmaq istəyirsə də, nə barədə? Aleksandr, yəni daxil etmək istisna olmaqla öpməkdir və s. və elə və hətta gətirirlər ki, sığallamaqdır, başqa şeylərdə hamısı nədir? İcazəlidir. Yalnız toxunmaq istisna olmaqla. Toxunmaq istisna olmaqla. Yəni insan öz hətta şəhvətini nə edə bilər? Bitirə bilər. Qəti şəkildə daxil olmaq istisna olmaqla. Olmalı deyil, o haramdır artıq. İkinci qism alim gətirir ki, əgər insandır, dözə bilməz, heyzli halda yaxınlaşarsa tövbə eləməlidir. Ümumiyyətlə, tövbə eləməyə böyük günahlardandır. Çünki ona qadağa gəlib ayədə də, hədislərdə nədir? Qadağa, gəlib öncəki dərsdə də keçdik ki, onlara heyz halda yaxınlaşmayın, nədir? Bu haramdır. Üçüncü qism gətirir ki, əgər belə bir şey olarsa, fiqhdə belə bir qayda var ki, bir dirhəm neynisən, kəffar ödürsən. Bir dirhəm nədir? Kəffar ödürsən. O da təbii ki, gəlməyibdir şeydən, sələflər sadəcə bəzi fəqihlər nədir? Belə görür, görənlər var. Bir dirhəmin də ki, indiki puldan çox bahadır. 1500-2000 manata yaxındır, bəlkə də. Vallahi alim yəni. Dirhəm indiki qramla ölçülmür. Qədimi pul şeylə ölçülür yəni. Ona görə o üçüncü rəy nədir? Zəif rəydir. Yəni mötəbər rəy deyil. Mötəbər rəy deyil. Tövbə edirsən, istiğfar edirsən və hətta bunu ödəyirsən. Bir qism alimdə gətirir ki, tövbə edirsən, istiğfar edirsən və hətta bunu da nəfəqə olaraq nədir? Ödəyirsən. Ona görə haramdır. Bəzi firqələr var ki, xüsusən rafizilər, yəni xəbislər, ayəni düzgün başa düşmür. Deyir ki, istədiyin yerdən yaxınlaşın. Heyz vaxtı olanda qadına dubur tərəfdən yaxınlaşmaq icazəlidir onlarda. Bu da ki, ən böyük günahlardan və haramdır. Çünki orada əlifləmlə gəlir. Necə İbn Abbas radiyallahu anh gətirir ki, orada xas gəlir əlifləmlə. Hətta böyük günah yox, küfürdür. Qadına dubur tərəfdən, arxa tərəfdən yaxınlaşmaq nədir? Böyük küfürdür. Böyük yox, daha doğrusu nədir? Küfürdür. Küfür də böyük nədir? Günahlardandır. Biz də bilirik ki, ən kiçik küfür ən böyük günahdan üstündür. Hətta ən kiçik şirk belə ən böyük günahdan üstündür. Ona görə də şəriət istədiyin yerdə, qadın sizin tarlanız, istədiyin yerdən yaxınlaşın dedikdə, qadına tarla nədir? Tarlada bunun təfsiri nədir? Tarla bar verilən yerdir. Qadın da bar verən yer nədir? Evlad verən yerdir. Və oradan dedi, bunu anlamaq nədir? Bu cürdür. Oradan, yəni istədiyiniz idi, oradan yaxınlaşın. Oradan istədiniz deyəndə, yəni hər tərəfdə necə istəyirsən nədir? Qadını bar verən yerə yaxınlaşa bilərsən. Amma lakin bunlar bu cürü, bunu başqa cür başa düşür və arxadır. Bu da bu günahlardan haramdır. Hətta bu küfürdür və eyni zamanda bir növ Lut qövmünün xüsusiyyəti var həmən şəxsdə. Əgər o şəxs arxadan bu cür demək, arxadan nə var onda? Lut qovunun, yəni belə deyil də, üzdən iraqların nəyi var onda? Xisləti var. Ya qadın oldu, ya ki fərqi yoxdur. Yəni, əgər arxa tərəf haramdırsa da, artıq burada nə onda? O xislət var. Ona da bu xəbislər bunu nədir? Halal görür. Və ona görə də məsələni düzgün başa düşmək lazımdır. Heyzli halda qadın bağlanır, övrət yeri bağlıysan, bağlanır deyəndə orada parça, yəni alt paltar giyməyi də kifayət eləyir. Məsələ orada odur ki, sən birinci qanı görməyəsən, qanı görüb deyilsinmə bir şey olur. İkincisi də ki, nədir? Övrət yeri dəyməsin. Ora, yəni övrətlər biz öncəki dərslərdə keçdik ki, alimlərin çoxsu deyir, övrətə dəyərsə qusul pozulur. Əgər qusul pozulursa da, demək burada hökm nədir?
cima hökmü daşıyır. Usul pozulsa cima hökmü daşıyır. Aha, demək cima hökmü daşıyırsa da artıq əksi dəyərsə də hökmü daşıyır, günahı daşıyır. Həmən cima yaxınlıq günahını daşıyır. Yəni məsələyə belə açıq bax, aydın oldu da məsələ yəni. Yəni cümə edib sədaqə savab qazanırsansa, bu da əksi nədir? Nədir? Günah qazanırsan. Və ona görə ən böyük ehtimal nə etməlisən? Bağlatmalısan ki, nədir? Əgər belə bir şey. Ən üstün odur ki, bu məsələdə özünü qoruyasan. Ona görə şəriət 4 dənə kişiyə evlənməyə bu baxımdan nədir? İcazə verir. Ki, yəni əgər biri heyzlisə də, heyzlisə də neyinsən? O birisilərlə öz neyinsən? Ehtiyacını ödürsən. Və ona görə də şəriət gözəldir. Bu baxımından nədir? Qapılar açıqdır. وفيه دليل أنه ينبغي للإنسان أن يتجنب الاطلاع على عورة أخيه ويقصد بعورة كل عيب في أخيه يحرص على ألا يراه أحد لأن ذلك يوجب أن يقع في نفس شيء من كراهة. Və ona görə də buradan dəlillər, istinbatlar gətirir şeyx ki, bir qardaş öz qardaşının övrətini dedikdə, yəni eyiblərini örtsün. Eyiblərini örtmək onun üçün gözəl bir şeydir. Çünki bunu həris olsun bu şeylərə, eyibləri örtməkdə. Çünki ola bilər ki, o qardaşında elə bir şeylər var ki, o eyib üzə çıxarsa da insanda kirah əmələ gələ bilər. İkrah əmələ gələ bilər. Ona görə çalışmaq lazımdır. Şeyx istinbatdan götürülür ki, çalışın qardaşlarınızın eybini örtün. Eybini örtün. Yəni nə barədə eybini örtün? Hər sahədə. Bu sahədə də xüsusi. Bu sahədə də xüsusi. İnsan var ki, çox olubdur. Hətta bizlərə də zəng olubaqda. Qardaş deyim, mən eləyə bil dözənmədim. Heyzli halda mən nə ayrımə nətər eləyim. Yəni, belə şeylər olur. Yəni, insandır, başlayıb hər yerdə deyib ki, mən lağlağa ki, bu belirlədə, bu nə, olmaz qəti şəkildə. İnsandır, gənc ola bilər, zəif ola bilər, hər bir halda nə etmək lazımdır? Qorunmaq lazımdır. Bu cür şeylər baş verərsə də qardaşlarınızda nə etmək? Şeyx gətirir ki, eybi örtün dedi. Eybini örtün. Və fi dəlil aydan ənəhu izə kənəl insanu la yəmliku nəfsə əllə yəqa fi cima' izə bəşər zəvcətəhu və hiyə haidun fə innəhu la yəfəl. Liqavli Aişə rəziyallahu anha əyyukum yəmliku irbəh kəmə kənə Nəbi sallallahu yəmliku irbəh. Əgər deyir, insan deyir, öz nəfsinə malik deyilsə, öz nəfsini qoruya bilməyəcəksə, yaxınlaşmasın qadınla, heyzli halda. Çünki Peyğəmbər deyir ki, sizdən biriniz, Aişə radiyallahu anh, sizdən biriniz öz nəfsini, Peyğəmbərin öz nəfsi kimi qoruya bilərmi? Və ona görə məsələ ağırdır. Əgər öz nəfsini qorumayacaqsansa da, yaxşı olar ki, neynəmə? Əl atma, yaxınlaşma. Hədisdə gəlir ki, bağlayırdı və Peyğəmbər sallallahu bizə artıq nə idi? Əllərini sürtərək nə edirdi? Başlayırdı. Yəni, buradan nə çıxır? Əgər qadına səndə zəiflik varsa, dözə bilmirsən və yaxud da ki, gənclərdə oldu hərislik. Əl atdıqdan sonra özünü saxlaya bilməyəcəksənsə, nəfsini qəti yaxın durma. Yaxın durma ki, o günaha nə etməsən? Batmayasan. Yəni, ona görə insan öz nəfsini burada nə etməlidir? Tərbiyə eləməlidir. Üçüncü məsələ gətirir ki, İzə kənə rəculun şədidən şəhvəti qaviyyən və yaxşə alə nəfsi izə bəşərə zəvcətə və hiyə haidun ən yücəmiyyəhə nəqul ləhu lə tübəşir və yələm ənə mübəşirətə mə'nəhu məssəl bəşərə lil-bəşəri. Yəni, burada mübəşir yaxınlıq dedikdə, birdən düzgün başa düşmərsiniz. Burada məs gəlir. Yəni, nə etmək? Əl şeyləmək və yaxud da ki, başa düşürsünüz nə demək istəyirəm? Sığal, sürtüşmə, belə şeylər gəlir də. Yəni, qəsd, yaxınlıq dedikdə, yəni başqa şeyi başa düşmürük birbaşa. Min qeyri vücudu hal. Yəni, vücudunda olan haldan nədir? Söhbət getmir, yəni. Çünki başqa hədislərdə də öncəki keçdik, mübəşir gəlir. Mübəşir nədir? Yaxınlaşmaq mənası hökmü daşıyır ərəb dili qrammatikasında. Yəni, fəqat buradakı qəsd olunan yaxınlıqdır, lakin nə etmək? Daxil etmədən.
على ما يكثر السؤال عنه وهو هل يجوز عقد النكاح على المرأة وهي حائض və bu halda deyir, çoxlu suallar verirlər. Qadın heyzli halda olduğunda onunla nikah etmək olarmı? Talaq bidik olmaz, təmizlənməli, öncəki dərslərdə keçdik. Nifasa icazəlidir, lakin heyzə icazəlidir. Amma lakin nikah eləmək olarmı? Qadın məsələn haldadır, heyz haldadır, nikah eləmək olarmı? Nikah eləyirsən, heyzdən qutaranda ailə qurursan, icazəlidirmi? Şeyx gətirir ki, cavab ən-na'am, icazəlidir. Yəcuz və ləkinnəhu la yəcuz ən yutalliqaha və hiyə haid. Bunu bilirik, bəli, nikah bağlamaq icazəlidir, lakin talaq vermək icazəli deyil. Demək, faydalardan nə oldu? Heyzli halda nikah bağlamaq icazəlidir. Amma yaxınlaşmaq yox da, bir qutardıqdan sonra neysə ailə qursan. Və həl yəcuzu ən nudxələ rəculə alə zəvcə və haid. Deyir ki, heyzli halda otağa kişi daxil ola bilərmi? Özü zövcəsinin otağına da. Yəni, bu haqda da sual verirlər. Şeyx gətirir ki, bu təfsilatlandır. Əgər deyir, İdə alimnə ənə rəculə indəhu min dini mə yəmnəhu ən qişkən hədihi mərəd qulnə ləbəs. Əgər deyir, o kişi dinində möhkəmdirsə, otağa girdikdə özünü saxlaya biləcəksə də ona problem yoxdur. Amma yox, o kişi gəncdirsə, yəni hərisdirsə, biz bilirik ki, gənclər dinində ortadır. Yəni, o səviyyədə deyil də, ortadır. Ona görə deyir, yaxşı olar ki, qadının otağına girməsin. Düz təmizlənənə qədər. Yəni, gəncdir, hərisdir, özünü qoruya bilməz. Ona görə yaxşı olar ki, həmən otağa girməsin. Ən gözəl deyil, səbəblərdən budur. Bir müddət qorusun, 3 gün çəkir, 5 gün çəkir, 15 gün müddətdə maksimum. Bu hala qədər nə deyir? Özünü gözləsin. وَنَسْتَدِلُّ ذَلِكَ بِحَدِيثِ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا كَانَ يَمْلِكُ إِرْبَةً مَعْلُومٌ أَنَّ الشَّابَّ قَوِيٌّ شَهْوَةٌ ضَعِيفَ الدِّينِ إِذَا دَخَلَ عَلَى امْرَأَتِهِ. Biz bilirik ki, bax görsən ki, Ayşə rəziyallahu ki, sizdən birini salsınız nədir? Səbirli, dözümlü ola bilərsə, özünü saxlaya bilər ki, necə Peyğəmbər özünü qoruduğu kimi. Biz bilirik ki, gəncdir, dinindədir, bu hallarda zəif olur. Təsəvvür 20 yaşındadır, yəni heyzli, tək arvad, yəni ki, o çətindir. Ona görə otağa daxil olmasın. O otağa daxil olmasın, şeyx gətirir, hətta təthur, hətta təmizlənənə qədər. Ona görə məsələ mühimdir. Yəni, bu hallarda insan özünü qorumalıdır. Çünki böyük günahlardandır. Heyzli halda qadına birbaşa daxil olmaq, hansı ki, cima hökmü olaraq daxil olmaq nədir? Haramdır. İcazəli deyil və buradan da rafizi xəbislərə rəddiyədir ki, heyzli halda qadına hər hansı tərəfdən olsa yaxınlaşmaq nədir? Olmaz. Bu haramdır. Sonra gətirir başqa bir bab, burada kifayətlənək. Allah Subhanahu bizə faydalanlardan etsin. Subhanəkəllah və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.